Tovuzun azarkeşlərini təbrik edirəm. Komanda 95% demək olar ki, Avropa kuboklarına vəsqə qazanıb və uzun illərdən sonra Tovuz futbolunu Avropa turnirlərində təmsil etməyə hazırdır. Qurbanberdiyevin komandası dünənləri Neftçi üzərində 1-0 hesabı ilə qələbə qazandı. Layiqli qələbə idi, çünki doğrudan da Neftçidən güclü oyun göstərdi və bir daha sübut etdi ki, Turan Tovuz bu il düzdür qabağına məqsəd qoyub çempion olmağa, ola bilər çempion olmasın, amma hər halda çempionatı ilk üçlükdə qutara bilər. Və ən əsaslı odur ki, Turan Tovuz hələ kubokda yarım finala çıxıb və zirə ilə oyunlar gözlənilir komandanı və ola bilər ki, hətta Turan Tovuz finala da çıxsın və can qoyub kuboku da əldə etsin. Hər halda bu mövsüm Turan üçün çox uğurlu alınmasına inanmaq olar bu dəqiqə üçün. Və hətta mən deyərdim ki, komanda artıracaq və ola bilər ki, qabaqda bizi Turan tərəfdən müəyyən qədər sürprizlər də gözləyək. Amma tələsməyək, komandanı çox tərifləməyək, çünki komandanı tərifləyən kimi müəyyən qədər problemlər üzə çıxır. Amma belə deyək də, Qurbanberdiyev Neftçiyə qalib gələ bildi və Yuri Vernidovun başlığı altında Neftçi ilk dəfə bu mövsümdə məğlub oldu. Turan Tovuza isə qabaqdakı oyunlarda uğurlar, görək komanda bizə daha nə yaxşı sürprizlər edəcək.